Avropanın İslam Davleyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının 17-si gün ikinci yarısından başlayaraq Azərbaycan arasında hava şəraitinin daha da kəsinləşməsi, yağıntıların intensiv və güclü olması, Azərbaycanın əksər rayonlarında sulu qar və qarın yağması, küləklərin güclənməsi ehtimalı haqqında ümumi yenilənmiş məlumatların təhlillərindən tanış oluruq. Yanvar ayının artıq xüsusilə də 17-si gündüz saatlarında Mərkəzi Asiyadakı Sibir tipli yüksək atmosfer təzyiqinin gücündən Xəzər dənizinin, yəni şərq sahillərindən, Qazaxıstandan hava axınlarının Xəzər dənizindəki rütubətli hava axınları sıxışdıraraq Azərbaycan arasına doğru daşınması gözlənilir. Eyni zamanda şimal-şərqdən daxil olan soyuq hava kütlələri Qara dənizdən daşınan, yəni şimal-qərbdən daşınan rütubətli hava, eyni zamanda Aralıq dənizindən daşınan rütubətli hava axınlarının Qafqazın Cənubi Azərbaycan arasında bir-birlərinin toqquşması gözlənir. Prosesdə diqqətlə nəzər salanda biz görürük ki, həm Xəzər dənizindən daxil olan rütubətli hava axınları, eyni zamanda şimal-qərbdən Qara dənizdən daşınan rütubətli hava axınları və Aralıq dənizindən daşınan rütubətli hava axınlarının hamısının yanvar ayının 17-si axşamı doğru 18-sində Qafqazın cənubunda bir-birlərinin birləşməsi fonunda Qafqazın cənubunda hava şəraitinin kifayət qədər kəsinləşməsi, mürəkkəb hidrometeoroloji prosesin baş verməsi, yağıntıların Azərbaycanın əksər rayonlarında intensiv və güclü olması, Azərbaycanın əksər ərazilərində sulu qar və qarın yağması gözlənir. Bakı-Abşeron-Sumqayıt ərazisində yanvar ayının 17-si axşamı doğru və 18-ci gün ərzində intensiv xarakterli yağış yağması, yağışın sulu qara və qaraşdırılması ehtimalı var. Xüsusilə də sulu qarın yanvar ayının 18-də, yəni 17-sinin 18-də və yanvarın 18-ci gün ərzində Bakıda sulu qarın intensiv olması ehtimalı var. 35-40% yaxındır bu ehtimal. Lakin qarın yağması, yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı isə soyuğun gücü az olduğu üçün yerdə qarın yağılması ehtimalı Bakıda çox zəif bir ehtimaldır. Lakin yağıntılar ümumi olaraq Azərbaycan arasında yanvarın 17-si axşamından 18 gün ərzində intensiv və güclü olacaq. Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, Şimali, Şamaxı, Xızı, Quba, Qusar, Kasmas, Dağlıq, Şirvanda, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Naxçıvan, Sədərək, Ordubad, Şahbuz və Cəllabad, Masallı, Lənkəran, Aslan, Yardımlı və Leyçan ərazilərində eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy, Göygölün, Dağətəyi və Dağlıq rayonlarında yanvarın 17-si axşamının 18 gün ərzində sulu qar və qarın intensiv və güclü olması,